öz-özünü tətbiq edirəm. Bu əsas cərəyandır. Ya zəlzələdə, ya vəlvələdə bu cərəyanı artırırıq. Bax, cərəyan bu istiqamətdə artır, bunu artırırıq. Burada başqa bir dənə halqa yerləşdirmişəm, belə bax. Başqa halqa yerləşdirmişəm, belə. Gördün ki, artır, cərəyanı artır. Cərəyanı artır, buradakı cərəyan bunun əksinə olacaq. Bu sadə qədər soruşursan. Cərəyanı azalanda, artır, artır. Cərəyanı belə axır, amma başlayır azalmağa. Azalırsa, bu halqada yaranan cərəyan bundan eyni istiqamətdə olacaq. Buna deyilir öz-özünə. Bu induksiya cərəyanıdır. Əgər bu induksiya cərəyanıdır, özün deyil. İndi başqa şey deyəcəm. Bu halqada axır cərəyan artır, belə oldu. Cərəyan belədir, artır. Artır. Artanda bu halqanın özündədir induksiya cərəyanı yaranır. Özündəyik. Başqa halqada yox, bu halqada yox, bu elektroman induksiyadır. Bunun özündə yaransa, bax belə bax, bunun özündə yaransa, bu öz-özlü induksiyadır. Artanda öz-özlü əksinədir. Azalanda isə öz-özlü induksiya, bu belədir. Buradakı cərəyan bu nə olur? Azalırsa, bunun özündə yenə əlavə cərəyan yaranır. Bu öz-özlü induksiya yaranır, bunun eyni istiqamətdə axır. Bu öz-özlü induksiya yaranır. Bunlar elektroman induksiyasıdır. Bildim. Oldu? Bunu otururuz.